everyone. Salam herkese. Bugünkü dersimiz 7. sınıf dersliyindendir. Unit 5, Lesson Reading. Bölme 5, ders okuma. Bölmemizin adı Friends Forever. Sonsuza dek dostlar. Exercise 1, tapşırık 1. Discuss the questions with a partner. Yoldaşınızla sualları müzakere edin. Is it important to have friends? Dostların olması vacibdir. Why or why not? Niye? Niye də yox? Səbəbini izah edəcəksiniz. Mən yes nümunə olaraq yazmışam. Siz də öz fikrinizi fərqli formada yaza bilərsiniz. Yes it is. Bəli. Because we can share our feelings with them. Çünki biz onlarla öz hisslərimizi paylaşa bilirik. İkinci suala baxaq. Do you have a close friend? Who is she? Yaxın dostum var. O kimdir? Qadın və ya kişi cinsində. Yes, of course. Bəli, əlbəttə. I have two close friends and I love them very much. Mənim iki yaxın dostum var və onları çox sevirəm. Təbii ki, uşaqlar bunlar nümunədir. Siz özünüzə uyğun formada bu nümunələri dəyişə bilərsiniz. Exercise 2. Tapşırıq 2. Read the article and choose the best title. Məqaləni oxuyun, ən yaxşı başlığı seçin. Yəni uşaqlar, biz bu teksti oxumalıyıq. Daha sonra bu tekstə uyğun gələn ən yaxşı başlığı seçməliyik. Və uşaqlar, burada sarı lövhənin içində bizə sözlər verilib. İlk öncə sözləri öyrənək, daha sonra rahatlıqla tərcümə etməyə bacaraq. To promise uşaqlar, vəd vermək, söz vermək deməkdir. Açıqlaması olaraq, to tell somebody that you will do or not do something. Kiməsə bir şey edib və ya etməyəcəyini demək. Yəni söz versən ki, bugün səninlə görüşəcəm və yaxud da ki, vaxtım yoxdur, görüşməyəcəm. Söz vermək, vəd vermək kimi tərcümə olunur. To punish cəzalandırmaqdır. Açıqlaması olaraq, to make someone suffer because they did something wrong. Kimsə səhv etdikdə ona əziyyət vermək, yəni cəzalandırmaq. To whisper, uşaqlar, pıçıltı deməkdir, pıçıldamaq. To speak to somebody close to you quietly. Kiməsə yaxından sakit formada danışmaq kimi açıqlanıb, yəni pıçıldamaq. Burada uşaqlar mətndə digər sözlərimiz də var ki, onlar da çətinlik çəkə bilərsiniz. Sizə rahat olması üçün qeyd etmişəm. To promise, söz vermək, vəd vermək. Punish, cəzalandırmaq. Whisper, pıçıldamaq. To cry, ağlamaq, bəzən qışqırmaq mənasında da istifadə olunur. Loudly, ucadan. To change, dəyişmək. To move, köçmək, bəzən hərəkət etmək mənasında da istifadə olunur. To pour, süzmək. Hard working, çalışqan. Forever, sonsuza dək. İndi isə gəlin mətni tərcümə edək, daha sonra tapşırıqları işləyək. Latifə and Xalidə. Lətifə və Xalidə. I was a 4-year-old little girl then. Mən 4 yaşlı balaca bir qızam. My father took me to the kindergarten and promised to stay outside. Mənim atam məni bağçaya apardı və çöldə gözləyəcəyinə söz verdi. It was the first day of the kindergarten. Bağçanın ilk günüydü. Everyone was crying. Hər kəs ağlayırdı. I sat at the second desk and started crying too. Mən də ikinci partada əyləşdim və ağlamağa başladım. I was crying loudly and looked at everyone. Mən hər kəsə baxırdım və ucadan ağlayırdım. Suddenly, I saw a girl called Xalidə at the last desk. Qəfildən sonuncu partada əyləşən Xalidə adlı bir qızı gördüm. She wasn't crying. O ağlamırdı. The next day, everyone stopped crying, but I didn't stop. Növbəti gün hər kəs ağlamağa dayandırmışdı, amma mən yox. Yəni hələ də davam edirdim. I cried for a month. Mən bir ay ağladım. Finally, the teacher got angry and changed my seat. Nəhayət, müəllim mənə əsəbləşdi və mənim oturacağımı dəyişdi. Yəni mənim əyləşdiyim yeri dəyişdi. I sat next to Xalidə. Mən Xalidənin yanında əyləşdim. She took a little doll out of her bag and gave it to me. O çantasından balaca bir gəlincik çıxardı, mənə verdi. We started playing with the doll and I stopped crying. Biz gəlinciklə oynamağa başladıq və mən ağlamağı dayandırdım. Now we are 12 years old. İndi bizim 12 yaşımız var. Our friendship grow along with us. Dostluğumuz da bizimlə bərabər böyüyüb. Xalidə moved to another city last year and changed her school.
but it didn't end our friendship. Xalidə keçən il başqa bir şəhərə köçdü və məktəbini dəyişdi. Amma bizim dostluğumuz bitmədi. We often call each other and love talking about our classes. Biz tez-tez telefon əlaqəsi saxlayırıq və öz məktəblərimiz haqqında danışırıq. Siniflərimizdə kimi də tərcümə oluna bilər. Last week, Xalidə came to my city and we spent a good time together. Keçən həftə Xalidə mənim şəhərimə gəldi və biz birlikdə yaxşı vaxt keçirdik. She joined my guests at my birthday party and sang a happy birthday song while I was cutting my birthday cake. O mənim qonaqlığımda, yəni ad günü qonaqlığımda mənim qonaqlarıma qoşularaq mən tort kəsəndə ad günü mübarək mahnısını oxudu. I am happy to have a friend like her. Onun kimi dostum olduğuna görə xoşbəxtəm. Və uşaqlar təbii ki, buna uyğun olaraq cavablardan birini seçməliyik. What my best friend likes. Mənim ən yaxın dostum nəyi sevir? How our friendship start. Bizim dostluğumuz necə başlayıb? C-də why I love my best friend so much. Niyə görə mən ən yaxın dostumu çox sevirəm? Təbii ki, uşaqlar, dostluğumuz necə başlayıb? B variantını seçirik. Eli and Ayan. Eli və Ayan. Eli and I were in the same class from the 1st grade to the 6th grade. Eli və mən 1-ci sinifdən 6-cı sinifə qədər eyni sinifdə idik. I was the most hardworking student and he was the noisiest of all. Mən ən çalışqan, o isə ən səs-küylümüz idi. One day, Eli made a lot of noise and our teacher wanted to punish him. Bir gün Eli çox səs-küy saldı və müəllim onu cəzalandırmaq istədi. She asked him to sit with me, the most hardworking student in the class. O, xahiş etdi ki, o mənim yanımda, yəni sinifin ən çalışqan şagirdinin yanında əyləşsin. Eli and I didn't like each other from the start. Eli və mən başlanğıcda bir-birimizi xoşlamadıq. He often made me angry, took my lunch, drew on my notebooks, poured juice on my back and pushed me during the break. O tez-tez məni əsəbləşdirirdi. Mənim yeməyimi götürür, dəftərlərimin üzərini yazır, meyvə şirəsinin çantamın üzərinə tökür və məni fasilə vaxtı itələyirdi. One day he broke my favorite pen and shouted at him. Bir gün o mənim sevimli qələmimi qırdı və mən ona qışqırdım. The teacher took us to the director's room. Müəllim bizi rəhbərin otağına apardı, yəni məktəb rəhbərinin otağına apardı. After the meeting with the director, we were back in class. Rəhbərlə görüşdükdən sonra biz sinifə qayıtdıq. We didn't look at each other that day. Həmin gün biz bir-birimizə baxmadıq. That month it was his birthday and he brought a chocolate cake to us. Həmin ay onun ad günü idi və o sinifə şokoladlı tort gətirdi. Everyone took a slice of cake. Hər kəs bir dilim tort götürdü. I also wanted to try, but then decided not to do it because it was Eli's cake. Mən də istədim götürüm, amma qərara verdim ki, götürməyim, çünki o Eli'nin tortuydu. Suddenly he came to me and whispered in my ear, I saved these two slices for you. Qəfildən o mənə yaxınlaşdı və qulağıma pıçıldadı. Bu iki dilimi sənin üçün saxlamışam. Now he is my best friend. İndi o mənim ən yaxın dostumdur. We spent a lot of time together. Biz birlikdə çox vaxt keçiririk. We both want to become doctors one day. Biz bir gün ikimiz də həkim olmaq istəyirik. Və beləliklə tərcümədən sonra keçirik tapşırıqlara. Read the article and write some names Xalidə, Latifə, Eli or Ayan. Məqaləni oxuyun və adları qeyd edin. Uşaqlar, burada adlar hansı cümlənin hansı şəxsə mənsub olduğunu qeyd edəcəyik. Birə baxırıq.
was the only quiet student in the beginning. Başlanğıcda ən sakit şagird idi. Bəli, Xalidə idi və son partada əyləşmişdi. 2-yə baxaq. Didn't calm down for a month. Bir ay boyunca sakitləşmədi. Bu Lətifə idi. 3-də study very well. Çox yaxşı oxuyurdu. Bu Ayan idi. Made his her classmate angry. Öz sinif yoldaşını əsəbləşdirirdi. Bu Ela idi. 5-də lives in new place. Yeni bir yerdə yaşayırdı, köçmüşdü artıq. Bu Xalidə idi. 6-da shared a birthday cake with his her friend. Öz dostuyla öz ad günü tortunu paylaşdı. Təbii ki, bu Elay idi. Beləliklə Xalidə, Lətifə, Ayan, Elay, Xalidə, Elay deyə qeyd edəcəyik. Exercise 4, tapşırıq 4. Compose a sentence with the words, phrase from the article. Cümlələri məqalədən olan söz və ya ifadələrlə tamamlayın. Yəni, uşaqlar, burada ulduzların yerinə qoyulmuş sözləri biz mətndən götürərək tamamlayacağıq. Bir də, Xalidə was sitting at the last desk. Xalidə sonuncu partada əyləşmişdi. Bu zaman buradakı boşluğa the last desk sözünü yazacağıq. 2-də, Latifə stopped crying after Xalidə gave her a little doll. Lətifə Xalidənin ona balaca gəlincik verdikdən sonra ağlamağını dayandırmasından bəhs olunur və bu zaman a little doll yazacağıq. 3-də Xalidə and Latifə enjoy talking about their classes. Xalidə və Lətifə sinifləri haqqında danışmaqdan zövq alırlar. Bu zaman olacaq talking about their classes. 4-də the teacher changed Eli's seats because she wanted to punish him. Müəllim Elayın oturacağını dəyişdi. Yəni, oturduğu yeri dəyişdi. Çünki onu cəzalandırmaq istəyirdi. Ulduzun yerinə punish him yazırıq. 5-də on his birthday, Eli gave 2 slices of cake to Ayan. Öz ad günündə Eli Ayana 2 dilim tort verdi. 2 slices of cake olmalı. Uşağa texniki səhvdir. Burada slices-də s düşüb. Beləliklə, the last desk, a little doll, talking about their classes, punish him, 2 slices of cake sözlərini yerləşdiririk. Exercise 5, tapşırıq 5. Test yourself about your best friend. Öz yaxın dostunuz haqqında testi tərtib edin. Answer the questions. Sualları cavablandırın. When did you first meet him, her? Onunla ilk vaxt nə zaman tanış olmusunuz? Yəni, 1-ci sinifdə, 5-ci sinifdə və yaxud da fərqli bir yerdə ola bilər. Sualları şəxsi olaraq cavablandıracaqsınız. Hər kəsin özünə fərdi olaraq. 2-ci sual. What year, month, day was it? Hansı il, hansı ay, hansı gün idi? 3-cü sual. How old was he, she when you first met? İlk dəfə tanış olanda neçə yaşındaydı? 4-də. What was he, she wearing that day? Həmin gün nə geyinmişdi? 5-də. Who spoke first? What did he, she say first? O ilk dəfə nə demişdi və ilk danışan kim idi? Yəni, bu kimi sualları özünüzə test edəcəksiniz ki, yaxın dostunuzu nə qədər tanıyırsınız, formada da sualları cavablandıracaqsınız. Düzdür, nə geyindi bəzən yadımızdan çıxa bilər, amma ilk baxışada tanış olmusunuz, məktəbdə tanış olmusunuz, nə zaman tanış olmusunuz, onu qeyd edə bilərsiniz. Son olaraq 6-cı tapşırığa baxırıq. Talk to your partner about the day when you first meet your best friend. Öz yoldaşınızla, ən yaxın dostunuzla nə zaman görüşdüyünüz haqqında söhbət aparın. Yəni, diyaloqlar qura bilərsiniz ki, yoldaşınızla nə zaman tanış olmusunuz, necə tanış olmusunuz, bu haqqda söhbət apara bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.